Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Öhrəm Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Respublikanın hökumət sədri Abdusəməd Həmidovun Dərbəndin 2000 illiyinin bayram edilməsi ilə əlaqədar tədbirlərdə iştirak məqsədi ilə Respublikamıza təşrif buyurmuş İtaliya və İsveçrəli investorlarla görüşü zamanı mehmanxana biznesi və turizmin inkişafı sahələrində investisiya layihələrinin birgə tətbiqi məsələsinə toxunulub. Əvvəlki səfəri gedişində Qarabudaq kənd, Qaya kənd və Dərbənd rayonlarında olmuş Gruppa Pasit İtaliya şirkətinin rəhbəri Cezare Scotoni vurğulayıb ki, böyük məbləğdə investisiyalar yeritməklə məhz Dərbəndi ümumdünya turist mərkəzinə çevirmək olar. İsveçrədən Von Roll Banki Direktorlar Şurasının sədri Gerhard Amman yubileyin təşkilindən və Dağıstanlıların qonaqpərvərliyindən məmnun qaldığını, regionun turizmin inkişafı potensialına malik olduğunu vurğulayıb. Abdusəməd Həmidov Respublika rəhbərinin qərarı çərçivəsində Dərbənddə turizmin inkişafı məsələlərinə nəzarət edəcək xüsusi qrupun təşkil ediləcəyini açıqladı. Gələcəkdə bu ərazidə kiçik aeroport və peyk şəhərciyi tikməyi planlaşdırırıq, dedi. Həmidovun fikrincə bu qədim şəhər investorları və turistləri özünə cəlb edə biləcək ərazidir. 2000 illiyi ilə bağlı təntənələr bütün dünyaya Rusiyada belə bir qədim şəhərin olduğunu nümayiş etdirdi. Yubileyə hazırlıq çərçivəsində həyata keçirdiyimiz tədbirlər Dərbəndin bərpasına verilmiş startdır. 2018-ci ildə şəhər öz simasını tam dəyişəcək. Respublika hökumətində bir sıra aktual məsələlər müzakirə olunub. İlk növbədə sentyabr ayının 27-sində Mahaçqalada keçəcək Qafqaz xalqlarının mədəniyyət və idman festivalına hazırlıq səviyyəsi nəzərdən keçirilib. Hökumət sədrinin birinci müavini Anatoliy Karibov festivala hazırlığın idman yarışlarının təşkili və bu tədbirlərin mədəni proqramla müşayiəti kimi iki səmtdə aparıldığını vurğulayıb. Milli idman növləri üzrə yarışlar Turut stadionunda və Markarov məktəbi ərazisində keçəcək. Milli məhlələr Lenin meydanında təşkil ediləcək. Axşam saatlarında Rus Dram Teatrı binasında festivala yekun vurulacaq. Respublikanın İqtisadi Tərəqqi Nazirliyindən verilən məlumata əsasən Dağıstan Respublikasının 2016-2025-ci illərə sosial-iqtisadi inkişafı köməkçi proqramı çərçivəsində Respublika 2025-ci ilədək sənaye sahəsinin inkişafı üzrə tədbirlərin tətbiqinə 35 milyard rubl vəsait əldə edəcək. Müvafiq vəsaitin 2 milyard 227 milyonu federal büdcədən daxil olacaq. Xatırladırıq ki, qeyd olunan köməkçi proqram Rusiya Federasiyasının hökuməti tərəfindən Şimali Qafqaz Federal Dairəsinin 2025-ci ilədək inkişafı dövlət proqramı əsasında təsdiqlənib və gələcəkdə sənaye sahələrinin təşkili, istehsal meydançalarına mühəndis infrastrukturunun təmini üzrə bir sıra nəhəng layihələr tətbiq edilməlidir. Respublikanın 14 munisipal birliyində qarşıdan gələn 4 ilə sənaye parkları təşkil etmək nəzərdə tutulur. Müvafiq parkların ərazisində 2025-ci ildə istehsal ediləcək məhsulun ümumi həcmi isə ildə 2 milyard 909 milyon, vergi ödənişi həcmləri isə 316 milyon 500 min rubl olmalıdır. Bundan əlavə 560 iş yeri də təmin olunacaq. Eləcə də avtomobil istehsalı kompleksini, əsas mineral gübrələrin bütün spektrinin istehsalı ilə məşğul kombinatın, gips və gips tərkibli inşaat materialları zavodunun, kərpic zavodunun, eləcə də dəmir beton məmulatları, quru inşaat məhsulları, qaz, beton, blok və plitələri zavodlarının və bir sıra başqa müəssisələrin inşası nəzərdə tutulur. Federal büdcədən daxil olacaq vəsait Tübə 2 investisiya meydançası üçün mühəndis infrastrukturunun təşkilinə yönəldiləcək. 32 milyard rubldan artıq büdcədən kənar vəsait isə Kaspisk təbəqə Şuşa zavodu, aviaqreqat, Azimut, Dagfos açıq aksioner cəmiyyətləri, Marabbi məhdud məsuliyyətli cəmiyyət kimi nəhəng invest layihələrə cəlb olunacaq. Dağıstanda təbiiyyat elmlər sahəsində gənc istedadları dəstəkləyəcək proqram baş alır. Rəsmən proqram sentyabr ayının 24-də Mahaçqaladakı
Peri İnnovasiyalar Biznes İnkubatorda start götürür. Müvafiq proqram Ziyavuddin Məhəmmədovun Pəri Xeyriyyə Fondu və Pedaqoji Ustalıq Mərkəzi tərəfindən tətbiq edilir. Tədbirdə əsas məruzə ilə Rusiya Federasiyası Prezidenti nəzdində elm və təhsil məsələləri üzrə Şuranın üzvü İvan Yaşenko çıxış edəcək. O, 2012-ci ildən riyaziyyat üzrə vahid dövlət imtahanını işləyən federal qrupa rəhbərlik edir. Proqramda iştiraka məktəb direktorları və təbiiyyat elmləri üzrə pedaqoqlar dəvət olunur. Əlaqə telefonu 8 928 860 30. Siz xəbərlər buraxılışını dinlədiniz.